Bura, başlamamsan. Başla da mən baxım çönüb danışıram da, yəni. Bayaq elə başladı axı. Bura sizə tanış gəlir. Bəli, Hababam sınıfının filmlərinin çəkildiyi həmin o əfsanəvi məktəbdir. Hansı ki, bir zamanlar buradan İnək Şaban, Güdük Nəcmi və Mahmud Hoca keçib getmişdir. Əslində bu bina bir film studiyası deyil. Türkiyənin ən qədim Əslində bu bina bir film studiyası deyil. Türkiyənin məşhur və qədim məktəblərindən biridir. Adilə Sultan qəsri. Osmanlı dövründə bir saray olan bu bina daha sonra Qızlar Məktəbi, ondan sonra isə məşhur filmlərin çəkildiyi həmin o unudulmaz məktəbə çevrildi. Hazırda bu məktəb nostalji bir muzeyə çevrilib və bura gələn hər bir kəs özünü film qəhrəmanları kimi hiss edir. Bu partalar hər biri Hababam sınıfının xatirəsini yaşadır. Düşünün, Kəmal Sunal burada oturub gülüb, Tarık Akın bu taxtada yazı yazıb, Munir Özkul bu sinif otağında dərs keçib. Bu filmdəki bəzi kadrlar gerçək həyatla üst-üstə düşür. Belə ki, bu filmdə həqiqətən də bəzi tələbələr çəkiliş zamanı yuxuya getmiş və o kadrlar olduğu kimi də filmə daxil edilmişdir. Hər birimiz Hababam sınıfı filmlərini komedik film kimi tanıyırıq. Amma bu film yalnız gülüşlərdən ibarət deyil. Belə ki, Mahmud Hoca yalnız tələbələrə deyil, bütün insanlara dərs verdi. Təhsil cəza deyil, sevgi və anlayışdır.